Salam əziz 5-cilər. Bugün sizə 25-ci mövzunu izah edəcəm. Amma mövzunun izahına keçməmişdən qabaq sizdən kiçik bir xahişim var ki, əgər videoları bəyənirsinizsə, videolara şərhlər yazın, təklifləriniz varsa təkliflər də yaza bilərsiniz. Kanalı bəyənməyi, abunə olmağı, rəy bildirməyi unutmayın ki, kanal daha da böyük kütləyə çatsın. Keçək mövzunun izahına. Dövlət müstəqilliyinin bərpası. Əslində mövzu bizə elə demək olar ki, bir mayaq kimi yol göstərir. Müstəqilliyin bərpası. Müstəqillik deyəndə nə başa düşürsünüz? Ümid edirəm ki, əksər uşaqlar artıq bununla bağlı heç olmasa bir neçə fikrə sahibdirlər. İstəyirsinizsə, fərqli fikirləriniz varsa, rəylərdə yaza bilərsiniz. Azərbaycan nə vaxtdan etibarən Çar Rusiyasının müstəmləkəsi idi? Çox təəssüf ki, Türkmənçay müqaviləsindən sonra Azərbaycan tam Rusiyanın müstəmləkəsi oldu. Bəs Azərbaycan nə vaxt müstəqilliyini əldə edə bildi? Nə vaxt Azərbaycanda müstəqillik günü? 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və çox təəssüf ki, 1920-ci ilin 28 aprelində biz müstəqilliyimizi itirdik. Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Hakimiyyət bolşeviklərə təhvil verildi. Bu Azərbaycanın Rusiya tərəfindən ikinci dəfə işğalı idi. Bəs Sovet dövrü dediyimiz dönəm neçənci illəri əhatə eləyir? 1920-1991-ci illəri əhatə eləyir. 1991-ci il 18 oktyabr Azərbaycan müstəqilliyini yenidən əldə etdi. Yəni 18 oktyabr müstəqilliyin bərpası günüdür. 28 may müstəqillik, 18 oktyabr isə müstəqilliyin bərpası günü idi. Yəni Azərbaycan xalqı 20-ci yüzillikdə müstəqilliyini 2 dəfə əldə edən dövlət kimi tarixlərə yazıldı. Bəs görək, bu müstəqilliyə gedən yol hansı məşəqqətli proseslərdən keçib? Yəqin ki, əksəriyyətiniz Azadlıq meydanını görmüsünüz. Orada bir zamanlar Dom Sovet adlanan hökumət evi fəaliyyət göstərib. Və bu meydanın qabağında isə Leninin məşhur heykəli var idi. Görəsən, insanlar bura niyə yığılıblar? Burada görəsən, niyə belə bir izdiham var? Gəlin mövzunun izahını daha dərindən başa düşmək üçün diqqətlə qulaq asaq. Azərbaycan SSR işğal nəticəsində yaradılmışdı. Sovet hakimiyyəti illərində müstəqilliyimiz itirilmişdi. Xalqımız və ölkəmizlə bağlı qərarlar Moskvada qəbul edilirdi. Azərbaycan SSR nisbətən daxili müstəqilliyini saxlamışdı. Nisbətən. Demək, Sovet dövrü oldu, bir də təkrarlayaq 1920-1991-ci illərdə. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan soydaşlarımız ata-baba yurdlarından deportasiya edildi. Deportasiya nədir? Əhalinin yaşadığı yerdən məcburi, zorla köçürülməsidir. Onların evlərinə xaricdə yaşayan ermənilər köçürüldü. Halbuki, Alman faşizm üzərində qələbədə Azərbaycan xalqı böyük rol oynamışdı. Qarşılığında isə Sovet rəhbərliyi Azərbaycanı bu cür mükafatlandırdı, əhalini deportasiya edərək. Baxın, burada mükafatlandırdı sözü də dırnaq içində yazılıb. 1988-ci ildə deportasiyanın son mərhələsi başlandı. 100 minlərlə soydaşımız ata-baba torpaqlarından qovuldu. Biz deyirik Qərbi Azərbaycanlı, yəni Ermənistan SSR-də yaşayan Azərbaycanlıları nəzərdə tuturuq. Deportasiyanın gedişində yüzlərlə Azərbaycanlı öldürüldü. 1991-ci ildə Ermənistan SSR-də, yəni Qərbi Azərbaycanda artıq Azərbaycanlı əhali qalmamışdı. Azərbaycanlıların oradan deportasiya olunmasından sonra Ermənistan monoetnik dövlətə çevrilmişdi. Monoetnik nə deməkdir? Tək etnik mənsubiyyət, yalnız ermənilər yaşayırdı orada. Yəni Qafqaz kimi rəngarəng bir regionda necə olur ki, Ermənistanda ancaq ermənilər yaşayır? Bu, onun sonradan qurulmuş oyuncaq dövlət olduğunu elə sübut eləyir. Azərbaycanlılara qarşı törədilən cinayətlər
ört-basdır edirdi. Ermənistan SSR tarixi Azərbaycan torpaqlarının qərb hissəsində yaradılmışdı. Baxın bu hissədə. Sonralar Azərbaycan SSR-yə məxsus torpaqların bir hissəsini Moskvadakı rəhbərlik Ermənistan SSR-yə hədiyyə etmişdi. Hansı torpaqlar idi bu? Şərur Dərələyəz, Qərbi Zəngəzur da belə ərazilərdəndir. Hətta baxın burada 29-31-ci illərdə bir Mehri rayonu yaradılmışdı və Mehri rayonu yaradılandan az sonra birbaşa Ermənistana birləşdirildi. Və bundan sonra Azərbaycanla Naxçıvanın quru sərhədləri bağlandı. Öz ata-baba mülklərindən zorla çıxarılan soydaşlarımız sonralar Qərbi Azərbaycan icması yaratdı. İcma, Qərbi Azərbaycandakı tarixi irsimizin qorunması, qovulan əhalinin hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır. Onlar öz yurdlarına qayıtmaq üçün mübarizə aparırlar. Hətta onlara Qərbi Azərbaycanlılar və Yerevan Azərbaycanlıları da deyirlər. Sovet hakimiyyəti dövründə Qarabağın dağlıq hissəsində yaşayan erməni əhalisi üçün muxtariyyət yaradılmışdı. Bu muxtariyyət yaradılıb 1923-cü ildə. Həmən o DQMV dediyimiz ərazi baxın buraları əhatə eləyir. Bir daha deyirəm, Dağlıq Qarabağda Azərbaycanın tərkibində ermənilərə muxtariyyət verilmişdi. Biz ermənilərə muxtariyyət vermişdik. Halbuki o dövrdə Ermənistanda yaşayan soydaşlarımıza belə hüquq verilməmişdi. 1988-ci ildə Ermənistan SSR-nin rəhbərliyi Qarabağın onlara verilməsi tələbi ilə çıxış etdi. Yəni, Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Bu ərazi iddiası Azərbaycan tərəfindən rədd edildi. Sovet rəhbərliyi bu məsələdə ermənipərəst idi. Ermənipərəst siyasət yürüdürdü. Qarabağa xaricdə hərbi təlim görmüş erməni silahları yerləşdirildi. Onlar Azərbaycanlılara məxsus yaşayış məntəqələrinə hücumlar edir. Moskva isə buna göz yumurdu. SSR rəhbərliyinin anti-Azərbaycan siyasəti xalqımızın etirazlarına səbəb oldu. Və 1988-ci ilin 17 noyabrında Azərbaycan xalqı Bakıda böyük bir mitinqə çıxdı. Bu mitinqdə yarım milyondan çox insan iştirak edib. 17 noyabr Azərbaycanda xalq hərəkatının zirvəsi idi. Hətta 17 noyabr Azərbaycanda indi də Milli Dirçəliş günü kimi qeyd olunur. Hətta bu xalq mitinqi dekabrın 4-nə qədər davam elədi və buna meydan hərəkatı adı verildi. Əhali xalqımıza qarşı baş verən cinayətlərə cavab verilməsini tələb edirdi. Mitinqlərdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli bayrağı gətirilmişdi. Sovet rəhbərliyi haqlı tələbləri yerinə yetirmək əvəzinə Bakıya qoşun yeritdi. Dinc nümayişlər zor gücünə dağıdıldı, həbslər başlandı. Saat 21-dən sonra insanların küçəyə çıxması qadağan olundu. Yəni komendant saatı tətbiq olundu. Lakin bütün bunlar xalqımızı qorxutmadı. Əksinə, müstəqillik tələbləri daha tez-tez səslənməyə başlandı. 17 noyabrda küçələrə, mitinqlərə çıxan xalqın tələbi nə idi? Onlar Dağlıq Qarabağda ermənilərin özbaşınalığının dayandırılmağını istəyirdilər. Azərbaycana müstəqilliyin verilməsini istəyirdilər. Eyni zamanda deportasiya olunan Azərbaycan xalqının öz yurdlarına qaytarılması tələbi ilə çıxış edirdilər. Həmin xalq etirazları o vaxtlar Lenin meydanı adlanan yerdə keçirilirdi. Həmin meydanda Leninin üzə dənizə baxan heykəli də var idi. Xalq hərəkatından sonra həmin ərazi Azadlıq meydanı adlandırıldı. Leninə qoyulan heykəl də uçuruldu. Beləliklə Qərbi Azərbaycandan əhalinin qovulması, Qarabağda başlanan hadisələr müstəqil dövlətimizin yaradılmağını zəruri edirdi. Yəni, müstəqil dövlətimiz olmalı idi ki, ordumuz olsun və bütün bu problemlərə qarşı özümüz mübarizə apara bilək. Çünki SSR rəhbərliyi ədalətli mövqe nümayiş etdirmirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının yaradıldığı elan olundu. Yəni, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi. Bərpa edərkən də Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi. 3 rəngli ay ulduzlu bayraq yenidən başımızın üzərində dalğalanmağa başlandı. AXC-nin himni də dövlət himni kimi
təsdiq olundu. Həmin ilin sonlarında SSR də dağıldı. Azərbaycanda da ümumxalq səsverməsi keçirildi. Uşaqlar, burada bir haşiyə çıxmaq istəyirəm. 1988-ci il 17 noyabr Milli Dirçəliş günü. Yarım milyon insanın meydanlara çıxması və 1990-cı il 20 yanvar Bakıda azadlıq ideyalarımızı boğmaq üçün Sovet qoşunları tərəfindən qırğın keçirildi. Bu növbəti mövzumuz olsa da bilin ki, müstəqilliyimizin bərpasında 20 yanvarın o faciənin qəhrəmanlarının böyük rolu olub. Demək, 1991-ci ilin sonlarında SSR dağıldı. Bəs ümumxalq səsverməsi nədir? Bir var prezident seçkiləri, milli məclisə seçkiləri, bir var referendum. Yəni ümumxalq səsverməsi. Referendum yalnız mühüm məsələlərlə bağlı çağırılır. Xalqın rəyi soruşulur bu məsələdə. Yəni seçki ilə ümumxalq səsverməsini fərqləndirin. Xalqımız təbii ki, Azərbaycanın müstəqilliyinə səs verdi. Beləliklə 70 illik Sovet işğalına rəsmən son qoyuldu. Xalqımız müstəqilliyini, azadlığını bərpa etdi. Bir qədər sonra Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına daxil oldu. Beynəlxalq aləmdə tanındıq. Demək, mövzumuzun izahı bu qədər. Onsuz da asan dərs idi. Yadda saxlamalı olduğunuz məqamları da artıq bildiniz. Bu mövzumuzla bağlı tapşırıqdır. İstəyirsinizsə bu tapşırığı ekran görüntüsünü alın və içini özünüz doldurun. Mövzunu dinləyəndən, kitabdan oxuyandan sonra bu hissəni özünüz doldurun ki, yaxşı yadınızda qalsın. Eyni zamanda bunu, çünki bunu müəllimlər üçün hazırlamışam qrup işləri üçün. Təbii ki, metodik vəsaitdən də istifadə etmişəm. Demək, müstəqillik tələbləri dedikdə nə başa düşürsünüz? Bayaq dedik, biz meydana çıxan insanların müstəqillik tələblərini gördük. Niyə bu tələbləri eləyirdilər? Çünki Sovet Rusiyasının Azərbaycana qarşı siyasəti var idi, ermənipərəst siyasət mövqe nümayiş etdirirdi. Biz müstəqilliyimizi istəyirdik, Sovet işğalının sona çatmağını istəyirdik. 17 noyabr hansı gün kimi tarixdə qalıb? Dirçəliş günü kimi. Müstəqilliyin əhəmiyyəti nə ola bilər? Əgər biz müstəqil dövlət isə öz sözümüzün sahibiyik, öz sərvətlərimizin sahibiyik. Hansısa bir dövlətin müstəmləkəsi deyilik və s. Azərbaycan Respublikası yenidən necə quruldu? Artıq bunun haqqında da danışdıq. 18 oktyabr müstəqilliyimiz yenidən bərpa olundu. Fərz edin ki, siz 91-ci ildə yaşayırsınız. Bu zaman müstəqillik uğrunda mübarizənizi necə aparardınız? Əgər şagirdsinizsə necə aparardınız? Əgər müəllimsinizsə necə aparardınız? Əgər bir fəhləsinizsə necə aparardınız? Bu suala özünüzdə cavab düşünün ki, müəllim verəndə asanlıqla cavab tapa biləsiniz. Bu dərsdə hansı yeniliyi öyrəndiniz? Ya da bu dərsin ən önəmli nəticəsi nə oldu? Nə təsir bağışladı bu dərs sizdə? Hədəflərə çata bildinizmi? Ümid edirəm ki, dərs sizin üçün yararlı oldu. Növbəti dərslərdə, dərs izahlarında görüşənədək.